İbn Qayyim rahimehullah xuşunun lüğəvi mənasında buyurur ki, xuşu zəifləmə, zəllil olma və həmçində sakit olma deməkdir. Necə ki, Allah Subhanahu wa Taala buyurur ki, və xəşətil əsvatu lirrahman. Rəhmanın qabağında o gün səslər kəsiləcək. Və həmçində başqa ayət-i kərimədə Allah Subhanahu wa Taala buyurur ki, və min ayəti ennəkə tərəl arda xaşiə. Onun yəni nişanələrindəndir ki, sən yer üzünü qupquru görürsən. Yəni buradakı xuşu kəlməsinin mənası quru deməkdir. Həmçinin alimlər bu ki, xuşunun mənalarından biri qəlbdə olan şəhvət alovunun sönməsi, həmçində orada yəni ucalıq nurunun, yəni Allahı uca tutmaq nurunun orada alışıb yanmasıdır. Və Cüneyd rahimehullah buyurur ki, xuşu qeybləri bilənin qabağında qəlblərin zəllil olmasıdır. Xuşu qeybləri bilənin qarşısında qəlblərin zəlil olmasıdır, qəlblərin boyun əyməsidir. Peyğəmbər sallallahu əleyhi və səlləm təqva barəsində danışanda deyir ki, 3 dəfə sinəsini işarə eləyir və deyir ki, təqva buradadır, təqva buradadır, təqva buradadır. Yəni təqvanın yeri qəlbdir. Ona görə də bəzi ariflər deyirlər ki, insanın içərisinin ünvanı onun zahiridir. Və həqiqətən də insan əgər zahirində itaət, qulluq, yəni Allah qarşısında zəlillik, müthilik olarsa, deməli, bu insanın yəni, qəlbində də yer tapmışdır. Deməli, bir gün sələflərdən rəvayət olunur ki, yəni onlar görürlər ki, bir insan sanki çiyinləri aşağı, sanki beli bükük gəzir və ona deyirlər ki, ey filan kəs, yəni bu insan özünü mütü kimi göstərir sanki və ona buyururlar ki, ey filan kəs, xuşu, müthilik buradadır, yəni sinədədir, içərdədir, qəlbdədir. Və deyirlər ki, xuşu yəni insanın kürəklərində, insanın belində deyil. Yəni insanın kürəyini aşağı tutması, belini bükük tutub gəzməsində bu xuşun əlamətləri deyil.